Hamınıza salam değerli YouTube izləyicilərim. Bugün ördəklərimiz haqqında videolarımız gələcək. Öncəliklə onu demək istəyirəm ki, kanala abunə olub like atın ki, belə davamlı videolarımız gəlsin. Ördəklərə baxmağın qızıl qaydaları odur ki, ördəklərin əgər tez böyüməsini istəyirsinizsə, onlara vitaminli yemlər verilməlidir. Məsələn, 1 aylıqdırsa qarğıdalının unu, 1 ay yarım, 2 aydırsa qarğıdalının yarması, 3-4 aydırsa 2 aydan sonra isə qarğıdalının bütövünü vermək olar. Yəni 2 yerə, 3 yerə parçalanmışın. Yarması isə 10 yerə parçalanmışıdır. Əgər ördəklərə belə baxılsa, ördəklər daha sürətli inkişaf edəcək. Çünki ördəklər sürətli inkişaf edir. Sadəcə siz onlara vitaminli yemlər verməlisiniz ki, onlar daha da inkişafı daha sürətli olsun. Məsələn, mənim o böyük ördəklərim, onların boyları uzundur. Amma yüngüldürlər. Amma onlar isə boyları balacadır, ancaq kökdülər də. Məsələn, ağ-qara Pekin ördəkdir. O bir dənə xəstə ördək gəzə bilmir. Çünki suya girməyib, indi su var, çıxardırıq onu. Yəni günə daha yeni başlayıb da. İndi salacağıq suya. Bunun yemləri qabağındadır. Yemi, suyu. Sadəcə tutub salacağıq suya. Baxın. Bir dəqiqə zəhmət olsun. Bir dəqiqə ördəyə tutdum. Aparıq, bax, tutmuşuq quyruğuna. Atacağıq ki, suya. İsti havada suya dəyməyəndə onlar. İstidən boğulurlar da. Baxın, ördəyimiz burada çimir. Suda çimsə, nə qədər çox çimsə, o qədər də həm tez böyüyəcək, həm də ayağı düzələcək, inkişaf edəcək. Bu ördəklərimiz də baxın buradadır. Ağ ördəyimiz də yaxşıdır. Bunlar da kökdülər. Yüngül deyirlər də. Yəni ki, ağırlıq səviyyəsi daha çoxdur. Baxın, bunlar getdi çimməyə. Bunlar daha çox çimir. O ağın amma çimməyə çox həvəsi yoxdur. Baxın, onlar ikisi gedir ora, həmcə bir yerdə çimir. Bunlardan isə 2 dənə qara çimir. Çünki bunlar nə qədər çimsə, o qədər də parazitlərini tökəcəklər. Çünki ördəklər çox çiməndə onların bədənində parazit olur da, çimməmişdən. Amma onlar çiməndə bütün parazitlərini tökür. Həmin suyun içinə, baxın orada da ördəklərimiz. Suya parazitlərini də tökəndə artıq içməli deyil o suyu. Məsələn, su gördünüz ki, biraz qaraldı. Suyu mütləq çıxartmalısınız. Boşaltmalısınız ki, mikroblu su içir, təzədən bədənlərinə girəcək və əvvəlki halına daha da pis olacaq. Baxın, artıq onlar orada çimirlər, keyf edirlər. Ördəklərin vitamin yemlənməsinə, onlara verdiyim yemi də göstərəcəm. İndi sadəcə bunların çimməsinə baxın. Burada çimirlər, vanna biraz balacadır. 6 dənə ördəkdə içərdəkiləri demirəm elə, bunlar burada çimirlər. Baxın, bir dənə qıraqdan kənardan izləyək. Bu ağancı elə bir küsür. Gəlib oturub orada. O üçü də hələ görmür o ördəklər. Ona görə oturub, yoxsa həmişə elə birinci onlar gəlib, döyür onları. Özü üçün. İndi isə bunlara hansı yemi verirəm? Onu da göstərəcəm. Baxın, burada kürt doyğun cücələrinin burada suyu yemi var. Burada da bax çörəklər. Burada yatırlar. Əvvəl burada kürt yatmışdı. Burada yatırlar. Bu da yemləridir. Yem. Baxın. Belə bir yemdir. Bilmə şoxda. Hinimizi də dərmanlayacağıq. Onu da sizə ayrıca video göstərəcəm. Amma yine dərmanlamaq biraz avqustun axırları, sentyabrın axırı
daha doğrusu avqustun axırı dərmanlanacaq ferma hinimiz. Sonra isə cücələr artıq bir gün buraxılmayacaq ora. Əvvəllər daha hin bağlanmırdı. Hini bağlamırıq fermanın ağzını. Buranın ağzını bağlamırıq ki, isti olur da. Əvvəllər 12-də 1-də bağlayırdı, amma gecə. Hindi amma heç bağlamırıq ki, istidir. Burada termometremiz var. Normal istilik dərəcəsinə baxaq. Aa, 29 dərəcə isti var. Ən normal temperatur 29 dərəcədir. Çünki 29 dərəcədə nə bit düşür, nə qurt düşür. Bit də var, qurt da var. Çünki hinin içinə nə qədər qurtlar düşür də. Həm də nəm olsa ye. Bəziləri deyir ki, hini axşam sərinlətmək üçün su vurun. Amma suyu vuranda nəm yerə parazit gəlir də, bildiyimiz kimi. Ona görə də olmaz. Nəm yerə parazit gəlir. Parazitlər, qurtlar. O da cücələrin ziyanınadır da. Ona görə olmazdır. Buradan bir dənə pəncərəsini açmışıq. Baxın, gördüyünüz kimi. Buradan da bir pəncərəmiz var. Bunun içi də təmizlənəcək. Onun üçün video çəkib paylaşacağım. Bir gün hindi təmizləyəndə. Çünki artıq nə günə qalıb buralar. Çiklənib də təzə təmizlənib. Amma yenə çiklənib. Onlar təmizlənəcək. Ördəyimiz artıq düzəlir. Yavaş-yavaş gəzir. Amma bağ ördək nəsə küsüb burada oturub. Bir də ördəklər həmişə təmiz olmalıdır. Lildə çimən ördəyin həm əti təmiz olmur, iyi gəlir ördəkdən. Həm mundarçılığa öyrəşir deyənə, həmişə mundar yerdə eşələnir, mundar yerdə qalır, öyrəşir. Amma təmiz yerə qoyunda onlar mundar yerə həssas olurlar. Mundar yerə həssas olurlar. Təmiz yerlərdə qalırlar. Baxın, məsələn bunlar. Bunlar bir dəfə çikli yerdə qalmayıb. Həmişə sular olub. Çinməyə olmasa da içməyə olub. Çünki bilirik ki, içməyə olmasa, nə də çinməyə ölə bilər. Amma çinməyə olmasa da əsas içməyə olsun. Bir də ördəklər üçün içmək üçün ayrı su, çinmək üçün ayrı su qoyulmalıdır. Bəziləri bir şey çinmək üçün də qoyur, içmək üçün də. Amma daha demir ki, ördəyin ölümünə səbəb ola bilər. Ördək parazitli suda həm içir, həm çimir. Baxın, oradakı ördəklərimiz qan açır, içmir. Bunlar da artıq yumurtalayacaq. Yumurtalama dönəmindədir bunların biri. O, avqustun axırları haradasa yer axtaracaq, yumurtalayacaq. Bir dəqiqə çubuğumuzu, video çubuğumuzu qabağa verək. Aha, bu ördəklər isə, bunlar Pekindir bildiyimiz kimi, bu üçü də. Baxın, qara çıxdı oradan, indi bu ağın sırasıdır, bu da gedəcək. Bu ağ erkəkdir, üzr istəyirəm, dişidir, üzr istəyirəm. Onlar isə, onlardan böyük qara dişidir, erkəkdir. Balaca qara dişidir. İndi böyüyəndə daha ətraflı görəcək də. Bunlar daha çox təbii qidalanır. Baxın, meyvələr də var, baxın. Meyvələr yeyirlər. Biz də arada atırıq belə, yeyirlər. İkisi qara erkəkdir, bu ağ dişidir. Bir də ördəklər üçün yeməklər gündə 3 dəfə yox, 2 dəfə yox. Haçan acıdırsa onu da vermək lazımdır. Əgər kökəlməyini istəyirsinizsə, ətli, damazlıq yox, ətli saxlayırsınızsa. Damazlıq istəyirsinizsə, daha da gündə 1 dəfə, 2 dəfə vermək lazımdır. Səhər-səhər bir dənə çoxlu verirsən, bir də axşam saat 8-də, 7-də, yaxud da hinə salandan sonra 9-da gecələr verirsən biraz. Ki, idarə eləsin özün. Amma səhərlər artıq ac qalır o. Gecə bilirik ki, yatır da, acı da olsa yata bilər. Bir də işıqların olsa, işıq olsa, əgər buraxmırsınızsa bayra, işıqlıq yer olsa, onların, baxın, daha verir onlar. İşıqlıq çox olsa, onların yumurtalama dönəmi daha çox olacaq. Niyə? Çünki onlar üçün gün deyil. Biz üçün gün sayılır, amma onlar üçün gün deyil.
işıqlıq nə qədər çox olursa olsun, onlar üçün bir gündür. Məsələn, 24 saat işıq olsa, onda görəcəyik. Ördəklərimiz hamısı böyüyür sağlam şəkildə. Ördəklər isə baxın getdilər indi, baxın onları çıxardacaqlar sudan, özləri çiməcək elə. Çünki hərə özün. Bunlar niyə ayrı gəzir? Onu sual verirsə, çoxlu 20 dənə, 15-20 dənə sual gəlir. Bunlar çünki biri aprelin 2-si alınıb, biri də mayın 20-si. Aralarında 2 ay fərq olsa da, 1 ay yarımda 50 gün fərq olsa da, və yaxud da 48 gün. Bunlar daha çox öyrəşiblər suluq yerlərə. Ayrı-ayrı gəzsələr də suda gəzirlər. Su çünki bilirik ki, ördəklər su heyvanıdır. Suyu sevirlər. Baxın, hamısı burada çimir. Sadəcə bu balacanı suya atan yoxdur. Gəlib döyürlər. Ona görə biz atırıq suya. Bir də ördəklər ən yem, onların içinə yumurta qabığı atılmalıdır. Əgər yumurta qabığı atılarsa, yemlərinin içinə həm yumurta keyfiyyəti daha çox olacaq, həm də ki, yumurtalayanda qabıqlarının keyfiyyəti çox olacaq. Qabığı daha bərk olacaq. Bildiyiniz kimi, ördəyin yumurtasının qabığı daha böyük olur. Qabığı həm qalın olur, həm də böyük. Həm də yumurta daha tez yumurtalayacaq. Keyfiyyət proses gedəcək bədənində. Yumurtanın qabığı bərkiyəcək. Yumurtalayanda da bərk yumurta ortaya çıxacaq. Baxın, məsələn, bu ördəklərə həmişə yumurta qabığı verilir. Amma hindi verirlər vitaminlənəcək. Vitamin kompleksi olur. Çox versəz əgər, əlbəttə ki, ölə bilər. Az veririk. Məsələn, 3 dənə yumurtanı 500 milli qaba qatırsan və yaxud da 1 kilo yemə 10 dənə qabıq qatırsan, 10 dənə yumurta qabığı. İçinə də əlavə bir dənə də yumurta atırsan, əsl proteinli yem. Sonra yeyirlər onlar, həm yumurtanın qabığı keyfiyyətli olur, həm yumurta bərk olur, həm daha vitaminli, D vitamini artır, sürətlə böyüyür. Baxın, bu az-az gəzir, nə qədər də gəzməsə. Onlar da bunlar çıxan kimi, onlar gəlir görürsün, amma indi getdilər. Çünki gördülər də ümidi yoxdur. Dəqiqədə çıxardıram sudan ona görə. Və ona ayaq dişidir, qayıtmaq istəyir. Bunlar ikisi də ki, ancaq çimmirlər. O ağ çimmir, qarandan bu ikisi çimmir. Bunlardan da qara çox çiməndir, bunlardan da. Vitaminli yemlərdən də başlanğıc yemi verilir 2-1 ay. Amma 20 gün verən var, imkandan asılıdır. Çünki bahalıdır, amma biz 1 ay veririk cücəyə. Məsələn, o balaca cücələrin artıq 1 aylığı olub. 1 aylığı olacaq 20 gündə, hələ də başlanğıc yemi verilir. Amma yeyirlər. Buğda yarmasını demək yoxlamışıq, yeyirlər. Ona görə biz də arada verirdik, amma daha vermirik ki, çətənələr artıq ondan. Məsələn, ördəklərdə, cücələrdə üyütmə proses, üyütmə bir orqan olur. Üyüdür. Yəni, xırdalayır bərk şeyləri, yemləri, buğdanı. Bunlarda isə inkişaf etməyib elə o balacalarda. Bu balaca ördəkdə də, o balaca cücələrdə də. Ona görə biz ona buğda yarması versək, yesə də həzm olunmayacaq. Artıq həzm olunmamış olacaq da yem. Amma biz xırda versək, parçalanır. Suya dəyən kimi yumuşalır. Şey olur, palçıq kimi olur. Ona görə bərk yemlər vermək olmaz ilk günlər. Sonradan əlbəttə ki, verə bilərsiniz. İndi amma vermək olmaz balacalar. Məsələn, bu böylə buğda da yeyirlər, amma biz vermirik. Vitaminli yem veririk. Çünki buğda versək, yem faizi aşağı düşəcək. Yeməyəcək, sonra vitaminli yemlər, vitaminli aşağı düşəcək, gec yumurtalayacaq. Amma biz vitaminli yem versək, əlbəttə ki, o daha tez böyüyəcək. Həm yumurtalamağı tez yumurtalayacaq. Əti yağlı olacaq. Bir də var ki, əti yağlı olur. Əgər yumurta vitaminli şeylər versəz, əti yağlı olur. Buğda versəz qupquru, demək olar ki, vitaminsiz bir ət olur.
vitamin, həm ördək vitaminsiz olur, həm də əti. Ona görə buğda vermək olmaz. Arpa vəbşə vermək olmaz. Çünki arpanın tərkibində heç bir şey yoxdur. Quru bir bitkidir. Onun tərkibində vitamin yoxdur, zülal yoxdur, D3 vitamini yoxdur, D vitamini yoxdur, B3, B12 vitaminləri var ki, hansı ki yemlərin içində o yoxdur. Yumurta qabığında isə %90% D3 vitamini var. Ona görə ondan yumurta qabığı vermək də tövsiyə olunur və yemmirlər olur. Cücələr üçün nəzərdə tutulmuş. O verirsə cücə həm daha tez böyüyəcək. Yaxşı olacaq. Baxın, bunlar görüşürlər çünki ayrı qalırlar. O balaca ayrı qalır. Ona görə artıq 2-3 gündür ki balacanı ayırmışıq. Döyürlər onu, həm də gəzə bilmir də. Bizdə isə hansı cücə əgər xəstələnir, hansı ördəkdə bir problem olursa, o saat içəri ayrılır, bir yer var orada. Ağzı bağlanır, orada qalır. Havalı yerdə, prosta üstü bağlı, yanına bağlı, ara dəliklər var, deşiklər var. Dəliklərdən nəfəs alırlar. Ona görə. Ördəklər isə ən birinci qızıl qaydalar, baxmağın qızıl qaydaları odur ki, təmiz su olmalıdır, içmək üçün də su ayrı olmalıdır. Çimmək üçün də. Çünki çiməndə parazitlər dolur ora. Artıq çiməndə də, içəndə də o parazitlər bədəninə gedir. Biri var bədənində olsun parazit, o olar. Amma içində bədənində orqanlarına keçsə, həmin ördək öləcək. Bir videonun da sonuna çatdıq. Kanala abunə olub like atın ki, belə videolarımız davamlı gəlsin. Əgər hədəf 90 abunədir, sonra 100 abunə. Əgər 90 abunə olsaq, avqustun 5-nə qədər, 4-ünə qədər, 5-nə qədər hədəf qoyuram. Heç yerdə görmədiyiniz, indi ördəklər biraz video gəldi. Amma indi isə cücələrə avstratoplan yoxlanışı və heç yerdə cücələrin 1-2 aya sürətli böyüməsini istəyirsinizsə, 2 aya artıq 2 kilo, 1 kilo gəlməyini istəyirsiniz, 1 kilo, yarım 2 kilo gəlməyini istəyirsinizsə, videoya like atıb, abunə olub like atmağı unutmayın. Və bir də bu videoya 500 baxış gəlsə də videomuz gələcək, amma abunə olsa daha yaxşı olar. 90 abunə gəlsin, videomuz yayındadır. Sağ olun, salamat qalın.